Salam uşaqlar, biz bugün sizinlə 9 illik buraxılış səviyyəsi üzrə NATO ədədlər, aydınlıq kəsir onların qaydalarına və nümunə misal həllərinə baxacağıq. Gəlin başlayaq. Uşaqlar, əşyaları saymaq üçün istifadə etdiyimiz ədədlərə NATO ədədlər deyilir. NATO ədədlər birdən başlayır, sonsuzluğa doğru. Birdən sonsuzluğa, yəni NATO ədədlər sonsuz saydadır və işarə olunur N hərfi ilə. 10 dənə rəqəmimiz var. 0-dan başlayır 9-a kimi. 10 rəqəmimiz var. Uşaqlar, 0 natural ədəd deyil. Niyə? Çünki əşyaları sayma zamanı 0-dan istifadə olunmur. Birdən başlayıb sayırıq. Uşaqlar, gəlin danışaq bölünmə əlamətlərindən. Deməli, hansı ədədlər 2-yə bölünür? Bir yazıram. 2-yə bölünmə. Sonu 0 və cüt. 0 və cüt ədədlə. Sonu 0 və cüt ədədlə qutaran ədədlər 2-yə bölünür. Məsələn, 10, 24, 102, 108. Hansı ədədlər 3-ə bölünür? 3-ə bölünmə. Rəqəmlərinin cəmi. Rəqəmlərinin cəmi. 3-ə bölünən ədədlər 3-ə bölünür. Məsələn, uşaqlar yazırıq 162 yazaq. Gəlin 160 rəqəmlərin cəminə baxaq. 1 plus 6 plus 162 yazmayaq, 161 yazaq. Əslində düz demişdim, 162 elədim. 162 plus 2 elədi 6, 1, 7, 9. Rəqəmin cəmi 9-u, deməli 3-ə bölünür. Məsələn, yazırıq uşaqlar 90, necə yazaq? Tutaq ki, 96 yazaq. 9 plus 6, 15-dir. 15 3-ə bölünür. Sonra uşaqlar, 4-ə bölünmə. 4-ə bölünmə. Hansı ədədlər 4-ə bölünür? Sonu 2, 0. Sonu 2 dənə 0 və yaxud son 2 rəqəmi 4-ə bölünən ədədlər. Dördə bölünən ədədlər neçəyə bölünür uşaqlar? 4-ə bölünür. Məsələn, tutaq ki, son 2 0 200, son 2 0-dır. 2 0 olduğuna görə 4-ə bölünür. Məsələn, uşaqlar 324. Son 2 rəqəm neçədir? 24-dür. 24 4-ə bölünür. Məsələn, başqa yazsaq, tutaq ki, 336, son 2 rəqəmi 36-dır. 36 4-ə bölünür. Böyük bir rəqəm yazsaq, tutaq ki, 48, son 2 rəqəmi 48-dir. 48 4-ə bölünür. Sonra uşaqlar, gəlirik 5-ə bölünmə. Sonu 0 və 5 ilə qurtaran ədədlər. Ədədlər neyini uşaqlar? 5-ə bölünür. Məsələn, hansı ədədlərdir 5-ə bölünür? Tutaq ki, 15, 35, sonu 0, 100, 205 və s. Gəl, uşaqlar, yazırıq 6-ya bölünmə. 6-ya bölünmə. 2-yə və 3-ə bölünən ədədlər 6-ya bölünür. 2-yə bölünmə əlaməti nədir uşaqlar? Sonu cüt olsun. 3-ə bölünmə əlaməti nədir? Rəqəmlərin cəmi 3-ə bölünsün. Məsələn, sonu cüt, rəqəmlərinin cəmi. Məsələn, 228 yazsaq uşaqlar, 228-in sonu cütdür. Cütdürsə 2-yə bölünür. Gəlin rəqəmlərin cəminə baxaq. 2 plus 2 plus 8 eləyir 12. Deməli, 3-ə bölünür. Uşaqlar, 7-yə bölmədə ilə çox istifadə olunmur. Yəni, qaydasını deyib, beyninizi doldurmayın. Məsələn, 8-ə bölünmədir. Qarşımıza çıxa bilər 8-ə bölünmə nədir? Rəqəmlərinin son 3 rəqəmi
son 3 rəqəmi 0 və yaxud son 3 rəqəmi 8-ə bölünsün. Sonra bu 8-ə bölünmədir. Məsələn, yazarıq son 3 rəqəmi 8-ə bölünən bir ədəd yazaq. Məsələn, necə yazaq uşaqlar? Tutaq ki, 5408 son 3 rəqəmi 8-ə bölünür. Və yaxud da sonunda 3 dənə 0 olsun. Bu ədədlər 8-ə bölünür. 9-a bölünmə nədir? Rəqəmlərinin cəmi. Rəqəmlərinin cəmi. 9-a bölünən ədədlər 9-a bölünür. Məsələn, rəqəmlərin cəmi 9-a bölünən ədəd deyək. Necə deyək uşaqlar? 3, 6, 9 toplasaq 3 plus 6 plus 9 edir 18. 18 9-a bölünür. Eyni zamanda uşaqlar 9-a bölünür bütün ədədlər 3-ə bölünür. Sonra 10-a bölünmə. Sonu 0 olsun. Uşaqlar 11-ə bölünməyə çox istifadə olunmur. Ona görə qaydasını demirəm. 12-yə bölünmə uşaqlar 12-yə bölünmə hansıdır? 12-yə bölünmə 3-ə və 4-ə bölünən ədədlər 12-yə bölünəcək. Sonra 15-ə bölünmə məsələn 3-ə və 5-ə bölünən ədədlər 15-ə bölünəcək. Məsələn 30-a bölünməz deyirsəm, bu hökmən bu ədədin sonu 0 olmalıdır. Bir də 3-ə bölünməlidir. Rəqəmlərin cəmi 3-ə bölünməlidir belə. Sonra uşaqlar bu qədər bəsdir 9-cu səviyyəsinə görə. Sonra nədən danışacağıq? Uşaqlar, gəlin ədədin natural bölənlərinin sayını, sayda vuruqlarını, natural bölənlərin cəminin tapılmasına baxaq. Məsələn, bir ədəd götürək, tutaq ki 180. Gəlin 180 yazmayaq. Tutaq ki 250 yazaq. Gəlin 250-nin vuruqlarını ayıraq. 250-nin vuruqları 2. Nə gözəl yazdım. 250-nin 2 bir dəfə 2. 2-dən 2-nin 4. 125. 125 5'ə bölünür. Düşür 25. 5. 5, 5, 1. Bu oldu 250'nin vuruqları. 250'nin vuruğunu yazaram. 250 bərabərdir. 2 vuraq 5'in kubu. Uşaqlar, neçə sayda vuruq? Sayda vuruq hamısını götürürük. 4 dənə. Məsələn, sayda bölən uşaqlar müxtəlif sayda vuruq deməkdir. Müxtəlif sayda vuruq. Neçə dənə müxtəlif sayda vuruğu var? Hərəsindən bir dənə götürsək, 1, 2, 1, 5, 2 dənə. Deməli, 2 dənə müxtəlif sayda vuruğu var. Sonra, məsələn, natural bölən sayı. Natural bölənlərinin sayı. Uşaqlar nə edirik? Tutaq ki, vuruqlarını ayırmışıq da 2 vuraq 5'in kubudur. Üzərlərinə 1 gəlirik. Bir-birinə vururuq. Üstlərinə 1 plus 1 3 plus 1 edir 2 vuraq 4 bərabərdir 8. Sonra uşaqlar gəlin natural bölən sayı. Gəlin mürəkkəb bölən sayını deyək. Məsələn, gəlin birinci cüt bölən sayını deyək. Cüt bölən sayı. Uşaqlar, cüt bölən sayı necə tapılır? 2 cüt ədəddir deyək. 2'nin qüvvətinin üstündəki ədədi götürür. Məsələn, 2, 1 vuraq 5'in kubudur. 2'nin qüvvətinin üstündəki ədədi götürürəm. Vururam digərlərinin natural bölənlərinə. Digəri nə qalır? 5 üstü 3. Yəni 3 plus 1'ə. O deyir 4. Yəni qayda nədir uşaqlar? 2'nin qüvvətində yazılan ədədi götürürəm. Vururam digərinin natural bölənlərinə. Bu olur cüt bölən sayı. İndi gəlin mürəkkəb bölən sayına baxaq. Mürəkkəb bölən sayı. Mürəkkəb bölən sayı necə tapılır? Natural bölən çıx sadə bölən
Çıx 1. 1-i niyə çıxır uşaqlar? Çünki 1 nə sadə, nə mürəkkəb. Neçə dənə natural böləni vardı? Tapmışdıq 8 dənə. 8 natural böləni var. Neçə sayda böləni var idi? 3 dənə, 2 dənə. Çıxıram ikisini, çıxıram birini. O deyib 5 dənə. Deməli, mürəkkəb bölənlərin sayı neçədir uşaqlar? 5 dənədir. İndi natural bölən cəmi. Natural bölən cəmi. Nə edirəm? Deməli, ifadəmiz 2 vuraq 5-in kubu şəklində idi. Üstə 1 yazım, üstə 1 yazılır. Deməli, nə edirik? 2 üstü 1 plus 1 minus 1 bölə 2 minus 1 vuraq. 5'in üstü 3 plus 1 minus 1 bölək 5 minus 1. Bu da elədir uşaqlar. 2'nin üstü 2 minus 1 bölək 1 vuraq. 5'in üstü 4 minus 1 bölək 4 bərabərdir. 2'nin kvadratı 4, 4'dən 1 çıxanda 3. 3'ü vuracam uşaqlar. 5 üstü 4 625'dir. 625'dən 1 çıxanda 624'ü böləcəm 4'ə. O da 3 vuraq. 1'dən 4, 3. Hesabladım uşaqlar. 4'dən 4, 4'dən 3'ün 12. Səhv yazdım. 624'ü 4'ə böləndə gəlin bölək. 1'dən 4. 5 dəfə. 6 dəfə. 156 düşür. 156. Bunu da buna vursaq. 3'dən 6'ın 18. 3'dən 5 16. 3'dən də bir ya da 4. 468. Bu oldu nə uşaqlar? Natural bölənlərinin cəmi düsturu. Natural bölənlərinin cəmi düsturu. Sonra bir dənə baxım səhvə yol vermədim ki. 2'nin üstü 2, 4'dən 1 çıxdım 3. 3'ün üstü 1, 4, 5 üstü 4. 625'dən 1, 624, 4. Ümid edirəm ki, səhvə yol vermədim uşaqlar. Bu oldu natural bölənlərinin cəmi düsturu. Sonra uşaqlar, məsələn, elə olur ki, belə vuruqların hasil şəklində verir. Belə yazır ki, tutaq ki, 6 vuraq. Tutaq ki, 15 vuraq. 17. Deyir, neçə sayda vuruğu var. Uşaqlar yazır 3 sayda vuruq. Yəni səhvdir uşaqlar. Bunu mütləq, axı bunlar sayda vuruq deyil. Sayda vuruqlarını ayırırıq. 6'nı yazırıq. 2 vur 3. 15'i yazırıq. 3 vur 5. Elədir. Neçə sayda vuruq? 5 sayda vuruq. Yəni sadələşdirəndən sonra. Uşaqlar sadələşdirəndən sonra tapmaq lazımdır. Sonra gəlin əbu və kökdən danışaq. Uşaqlar 2 ədədin əbobunu tapanda, məsələn, əbob tutaq ki, yazıram 20 ilə neçə yazaq? Tutaq ki, 20 ilə 90 yazaq da. Gəlin bunun əbobunu tapaq. Uşaqlar, əvvəlcə 20 ilə 90'ı vuruqlarına ayırıram. 20. Əbob ən böyük ortaq bölən deməkdir. Bunu yazaq. Ən böyük ortaq bölən. 20 vuruqlarına ayırıram. 90 vuruqlarına ayırıram. Sonra uşaqları nə edirəm? Ortaq olanları götürürəm. 2 burada da var, burada da var. Sonra 5 burada da var, burada da var. Deməli, əbob 20 neçə oldu uşaqlar? 2 vur 5 bərabərdir 10. Yəni, əbob 20 ilə 90 10'a bərabərdir. Sonra uşaqlar, gəlin burada da əkobunu tapaq. Əkob. Əkob ən kiçik ortaq bölünən deməkdir. Nə deyir uşaqlar? Ən kiçik ortaq bölünən. Məsələn, 20 ilə yenə 90 vuruqlarını ayırmışıq. 20'nin vuruğu nədir uşaqlar? 2'nin kvadratı vur 5'dir. 90'ın vuruğu nədir? 2 vur 3'ün kvadratı vur 5'dir. Deməli, nə edirəm? 90'ı götürürəm. 90'da olmayan vuruqlar hansıdır uşaqlar? 90'da. Baxın, 90'da bir dənə 2 var, amma 20'də 2 dənə 2 var. 90'da 2'nin biri yoxdur. Vururam ki, 180. Uşaqlar, məsələn, belə çaşırlar bəzən. Onda əgər çaşırsınızsa, belə də götürə bilərsiniz.
Əbobda vuruqlardan üstü böyüklər götürülür. Məsələn, 22-nin kvadratı vur 5-dir. 92 vur 3-ün kvadratı vur 5-dir. Əbobu tapanda üstü böyüklər götürülür. Əbobu üstü kiçiklər götürülür. Onda əbobu neçə eləyəcək? 2 kvadratı 2. Uşaqlar bax. 2 kvadratı 2. Hansı kiçikdir? 2. Sonra 3-ün kvadratı burada var, orada yoxdur. Yoxdur deyə götürmürəm. 5 ilə 5, yəni ikisi də eynidir 5, 10. Əkobdan uşaqlar üstü böyüklər götürülür. 2-nin kvadratı 2. Böyükdür, 2-nin kvadratı böyükdür. 3-ün kvadratını yazıram, bir də 5-in özü. Yəni əbobda üstü kiçiklər götürülür, əkobda üstü böyüklər götürülür. Burada elə çox fərqlənmədik. Gəlin məsələn bir dənə vuruq yazalım. Tutaq ki 2-nin kvadratı vuraq, 3-ün kubu vuraq. Tutaq ki 5 üstü 1, tutaq ki bir A ədədidir. Bir də B ədədi yazıram. 2-nin kubu vuraq, 3 vuraq 5 üstü 3. Tutaq ki deyirəm ki əbob A ilə B-ni tap. Uşaqlar dedik ki əbobda üstü kiçiklər götürülür. 2-nin kvadratı 2-nin kubu hansı kiçikdir? 2-nin kvadratı. 3-ün kubu 3 hansı kiçikdir? 3. 5 üstü 1, 5 üstü 3 hansı kiçikdir? 5 üstü 1. Üstü kiçikləri götürdüm. Əkobda da uşaqlar üstü böyükləri götürülür. 2-nin kvadratı 2-nin kubu böyük 2-nin kubudur. 3-ün kubu ilə 3 də böyük 3-ün kubudur. 5 üstü 1 ilə 5 də böyük 5-in kubudur. Vurmadı. Bu da oldu əbob. Sonra uşaqlar, qarşılı sadələtlərin əbobu 1-ə bərabərdir. Qarşılıqlı sadələtlər nədir uşaqlar? Ortaq vuruğu olmasın. Evet. Əbob AB 1-ə bərabərdir. Əkob AB uşaqlar onların hasilinə bərabərdir. Sonra əbob AB vuraq. Əkob əlavə düsturlar yazıram uşaqlar bu əkobun. Əkob AB bərabərdir A vuraq B-yə. Əkob AB bölək əbob AB bərabərdir C-yə. Uşaqlar C orta olmayan vuruqların hasilidir. Orta olmayan vuruqların hasili nə deməkdir? Məsələn, yazıram ki, əbob uşaqlar tutaq ki necə yazaq? 25 ilə tutaq ki 60. Bu 25 ilə 60-ın əbobu neçədir uşaqlar? 5-dir. Bax mən 5-i ortaq vuruq çıxarsam, qalır əbob. Nə qalır yerində? 5 ilə 12 qalır. Bax bu 5 ilə 12 ortaq olmayan vuruqlardır. Yəni C 5 vuraq 12-yə bərabərdir. Yəni əbobunu tapırsan, yerdə qalan vuruqları bir-birinə vurursan. 5 vur 12. Yerlərdə neçə? Düz yazmış uşaqlar. 60. Yəni ortaq olmayan vuruqlar hasili neçəyə bərabərdir? 60-a bərabər. Yəni bu sizin C-ni ifadə edir uşaqlar. Sonra əgər A ədədi B-nin bölənirsə, əbob AB A-ya bərabərdir. Bu nə deməkdir? Məsələn, əbob 4 ilə 8. 4 8-in bölənirsə, əbobu 4-dür. Əkob isə uşaqlar B-nin özünə bərabərdir. Yəni 4 ilə əgər A ədədin B-yə bölənirsə, əkob AB B-yə bərabərdir. Məsələn, əkob 4 ilə 8. Yəni A B-nin bölən olanda əbob kiçik götürülür uşaqlar. Əkobda böyük ədəd götürülür. Sonra uşaqlar gəlin qalıqlı bölmədən danışaq. Və ardıcıl ədədlər, necə yazaq bunu? Ardıcıl ədədlər. Qarşı səthin əbobuna aid misal yazdım. Gəlin qarşı səthin əbobuna aid nümunə yazım sonra. Məsələn, əbob 5 ilə 1. 5-ə bərabərdir. Oy, bağışlayın uşaqlar 5 nədir? 1-ə. Məsələn, əbob 2 ilə 3 1-ə bərabərdir. Amma əkob olanda onların hasili olur. Məsələn, əkob 5 ilə 6. Onların hasili də 30. Əkob arz ədədlər həmişə qarşı ədədlər olur. Məsələn, əkob 5 ilə 12. 60-a. Yəni 60 həm 5-ə bölünür, həm 12-yə bölünür. Sonra uşaqlar. Nə deyirdim, yadımdan çıxdım. Ardıcıl ədədlər.
Ardıcıl ədədlər tutaq ki, n, n plus 1, n plus 2 və ardıcıl cüt ədəddə ardıcıl cüt ədədlər 2n, 2n plus 2, tutaq 2n plus 4, n ilə də yazmaq olar ha uşaqlar, n plus 2, n plus 4 ilə də. Ardıcıl tək ədədlər tək ədədlər 2n plus 1, 2n plus 3, 2n plus 5, yenə dediyim kimi n plus 1, n plus 3, n plus 5, yəni 1-ə də yaza bilərsiniz, 2 ilə yazmasınız. Sonra uşaqlar danışıram. Məsələn, qalıqlı bölmədən danışaq. A bölü B bərabərdir 2, qalıq R. A nədir uşaqlar? A bölünəndir. Bölünən. Bölən. Küçüyə nə deyirlər? Natamam. Qismət. R-ə də qalıq deyilir. Məsələn, yazıram ki, uşaqlar həmişə bölən qalıqdan böyük olmalıdır. Məsələn, sənin bölənin uşaqlar, bölən 9-dursa, qalığın maksimum qiyməti 8 olacaq. Maksimum qiyməti olacaq uşaqlar 8. Yəni qalıq hansı qiymət alacaq? 1-dən 8-ə kimi qiymət alır. Məsələn, deyirəm ki, x bölək, tutaq ki, 12 bərabərdir 3, qalıq f. Deyirəm, x-in ən böyük qiymətini tap. Ən böyük qiymətini tap. Tap. Neyinirəm uşaqlar? X bərabərdir 3-ü vururam 12-yə, üzərinə gəlirəm r. Əgər mənim bölənim 12-dirsə, mənim qalığımın maksimum qiyməti 11 olacaq. Ən böyük qiymət dediyinə görə mən ən böyük qiyməti tapıram. Yəni 3 vur 12 üstə gəl 11. O da 36 üstə gəlir uşaqlar elə 47. Yəni bölünənin ən böyük qiymətini neçəyə bərabər 42, 47. Alınan qalıqların cəmi düsturu. Ların cəmi düsturu. N vuraq, n minus 1 bölək 2 düstur. Yəni keçəcəyik, buna parçaların sayı, bucaqların sayı düsturu hesablanır. Məsələn, ədədi 10-a bölünəndə alınan qalıqların cəmini tap deyəsən, 10 vur 9 bölü 2, eləyəcək 45. Yəni alınan qalıqların cəmi neçəyə bərabərdir uşaqlar? Alınan qalıqların cəmi 45-ə bərabərdir. Məncə qayda olaraq bu qədər bəsdir. Topludan misallara baxarıq, NATO ətəm gələn dərs NATO ətə bilməsi misallarına baxıb izahını ataram.